Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də müstəqilliyin bərpası günü və Zəfər günü münasibəti ilə sentyabrın 27-sindən noyabrın 8-nə dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü ənənəvi mini-futbol turnirində 3-cü turun oyunları keçirilib. Əvvəlcə D qrupu üzrə İctimai TV və Vətən görüşüb. Maç 4-3 hesabı ilə televiziyaçıların xeyrinə tamamlanıb. Günün ikinci qarşılaşması E qrupunda baş tutub. Real TV ilə APA qarşılaşıb. Birincilər görüşü darmadağınla başa vurublar. Real TV 10, APA 2. Qalib komandanın heyətində Əhməd Mahmudov və Elçin Yusifov hat-trik edib. Bəkir Osmanov dubl müəllifi olub. Ağalar Ağalarov və Turqan Əliyev isə hərəyə bir dəfə fərqlənib. Oyunları AFFA-nın hakimləri İmran Məhərrəmov və Kənan Məlikov idarə edib. Bu nəticə ilə Real TV qrup birincisi kimi mərhələ adlayıb. APA ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı Baku WS isə turnirlə vidalaşıb. Qeyd edək ki, 4-1 final qarşılaşmaları oktyabrın 18-də və 19-da olacaq.